Qeyri-qanuni miqrantların kütləvi həbsinə başlanılması Amerika Birləşmiş Ştatlarında vəziyyəti günü-gündən qəlizləşdirir. Hər ötən gün böyüyən etiraz dalğası yerli sakinlərin hökumət və dövlət başçısına münasibəti, yeni qanun və qərarların qəbuluna reaksiyasını aktuallaşdırıb. Hələ 47-ci prezident seçkiləri ərəfəsində və bundan sonraki dövrdə əhalinin eks-prezident Joseph Bidenə simpatiyası ciddi şəkildə özünü göstərirdi. Mən vətəndaş müharibəsi başlatmıram, qanunları tətbiq edirəm deyən Trump'ın hazırki siyasi kursu bu ölkəyə qeyri-qanuni yollarla üz tutmuş miqrantlarla yanaşı etnik azlıqları da narahat edir. Analitiklərin sözlərinə görə Amerikalılar arasında 46-cı prezidentlə müqayisədə Trump'a qarşı sərt yanaşmanın sərgilənməsi bir neçə səbəbdən asılıdır. Seçki qabağı vədlərində hakimiyyətə qayıdacağı halda qanunsuz miqrasiyaya qarşı sərt tədbirlər görəcəyini vəd edən Trump artıq bu istiqamətdə müəyyən addımlar atmağa başladı. Kütlə üçün kimin hakimiyyətdə olmasından daha çox hakimiyyətdə olanların mövcud vəziyyətdə həyata keçirdikləri siyasət və atdığı addımlar daha çox önəmlidir. Və mən tamamilə əminəm ki, oxşar proseslər Biden hakimiyyəti dövründə də həyata keçirilsəydi, yəni Biden tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılsaydı, biz Amerika Birləşmiş Ştatlarında yenə də bu cür etiraz aksiyalarına şahidlik edəcəkdik. Amerika prezidentinin Los Angeles'dəki etirazları yatırtmaq üçün Kaliforniya Milli Qvardiyasını bu bölgəyə göndərmək qərarı ştat rəsmiləri arasında da qıcığa səbəb olub. Son məlumatlara görə ölkənin 22 ştatının demokrat qubernatoru respublikaçıların qalibini tənqid atəşinə tutub. Onlara ehtiyac olmadığı təqdirdə etirazçılara qarşı güc nümayişini qəbul edilməz adlandırıblar. Ülke tehlikede, göçmenler üzerinden ve ekonomik sıkıntılar üzerinden ülke bölünmekle ve iç savaşta karşı algısı yaratarak sert müdahaleleri ortaya koydu. Ve Kaliforniya Eyalet Valisi ve Los Angeles Belediye Başkanı ile bile koordine kurmadan ulusal muhafızları sahaya sürerek olayların daha da şiddetlendiği günleri yaşayan Los Angeles bu olayların arkasında Donald Trump'ın və Elon Musk'ın olduğu algısının yaşadıkları anlaşılmaqdadır. Əslində bu problemlərin mövcudluğu Biden hökuməti vaxtında da var idi və Trump hökuməti vaxtında belə deyilsəm sərt qayda qanunlarla daha çoxaldı. Ona görə də düşünürəm ki, ştatlar arasında olan narazılıqlar yenə də ola bilər. Bunu isə Birləşmiş Ştatların daxili siyasətində olan boşluqlarla əlaqədardır. İndiki halda Birləşmiş Ştatlarda olan mitinqlər məhz Donald Trump'ın sərt miqrasiya qayda qanunlarla əlaqədardır. Təbii ki, hal-hazırda hökumət həmin problemləri aradan qaldırmağa çalışır və ona görə də biz mitinqlərin daha çox olmasını görə bilərik. Birləşmiş Ştatlarda Trump'ın siyasi kursuna qarşı sərt etirazların baş qaldırması ilk belə hal deyil. Onun ikinci prezidentlik dövrünə başlaması və yeni qərarlar, eləcə də qanun layihələrini təklif etməsi ölkədə sərt narazılıqla qarşılanıb. Xatırladaq ki, Trump'ın yürütdüyü miqrasiya və gömrük rüsumu siyasətinin nəticəsi olaraq ölkənin 50-yə yaxın ştatında etirazlar başlayıb. Bu mənada dövlət başçısının siyasətini hədəf seçən bu dəfəki aksiyaların fasilələrlə hələ bir müddət davam edəcəyi istisna edilmir. Zeynəb Mirzəyeva, Real.